Salamlar hər kəsə. Növbəti tool'la davam edirik. Bütün dizayn proqramlarında demək olar ki, eyni olan və ən çox istifadəyə yararlı alətlə davam edirik. Pen tool. Pen tool hal-hazırda yuxarıda üzərində gətirsək görürük. Pen tool. Burada digər dizayn proqramlarında kimi müəyyən bir nöqtə seçirik, hərəkət elətdiririk, üzərində gətiririk, birləşdiririk və bir shape alınır. Gördüyünüz kimi hal-hazırda bir yaxınlaşırıq. Bir vektor faildir. Bu hal-hazırda bunun stroke hissəsi doludur. Set stroke gördüyünüz kimi. Əgər Shift X bassaq, gördüyünüz kimi fill, artıq fill hissəsi doludur. Stroke heç bir dəyər yoxdur. Stroke-a da müəyyən bir dəyər əlavə edə bilərik. Məsələn, stroke qara rəngdə olsun. Fill hissəsini dolduraq. Belə bir rəng əldə edə bilirik. Stroke-a müəyyən bir tutaq ki, dəyər verə bilərik. Yəni qalınlığı artıra bilərik, genişliyi artıra bilərik. Orada da stroke-la bağlı dəyərlər var. Bu pen tool-dan istənilən shape-i çəkə bilərsiniz. Tutaq ki, vektor işi görürsünüz, logo hazırlayırsınız. Onların üzərində müəyyən shape-lər çəkmək lazımdır. Bir karakter hazırlayacaqsınız. Bunların hamısı pen tool-la ən bəsit şəkildə görülür. Digər tool'lar haqqında növbəti videoda